Bizə hala oldu, brat, Azərbaycan dilinə bilirsən, hala qoy, Rus 160 milyon bizim dilimizi öyrənsin. Aha, buna bax, məsələn, Rusca bilmir, bu qıcıdır da. Məsələ ondadır ki, Azərbaycanda Rus dilini bilmək hansısa bir intellekt və mədəniyyət göstəricisi kimi hesab oluna bilərmi? Mənim sinif yoldaşlarım Yahudi olub, Ukraynalı olub, nə bilim, Uzin olub, Tatar olub. Amma bizim aramızda heç vaxt millət söhbəti olmayıb. Sən millət olaraq, əgər imkan verirsən ki, sənin millətindən olan insanı hər hansı bir xüsusiyyətə görə ayırsınlar, bu sənin faciəndir. Sən mənə öz ölkəmdə, restoranda gəlib mənə niyə Rusca müraciət eləyirsən? Yalnız Azərbaycan dili bilən insanın düşüncə və işə yanaşması daha zəif olur. Nəinki Rus, İngilis, Alman, Fransız, ekstra dil bilən insanların yanaşması. Öz ana dilini mükəmməl şəkildə bil, sonra rus dili də bil, ingiliscə də bil, fransızca da bil. Arqumenti bir sənə bildirirlər, mən belə daha rahat danışıram. Biz onları deyə bilmərik ki, o bizdən daha az Azərbaycanlıdır. Öz dilini bilməyərək digər bir dili prestij, səviyyə göstəricisi olaraq görmək, qürrələmək qətiyyən yanlışdır. Fransızlar ingilis dilini bilirlər, amma danışmırlar. Yəni sən düşmən bildiyin belə insanın nə qədər də içini bilsən, o qədər sən onun üstündə qalibsən.